Salam, biz bugün sizlərlə dəyər kurslarının 11-ci siniflər üçün keçirdiyi növbəti blok sınaq imtahanının ədəbiyyat suallarının izahına baxacağıq. Ədəbiyyat sualları 61-ci sualdan başlayır. Şirvaninin Gürc qıl müxəmməsi ilə bağlı verilən cədvəldə uyğunluğu müəyyən edin. Məzmununa aid doğru fikirdir, formasına aid doğru fikirdir. Şairin fikrincə insan musiqi alətlərindəki səsin mənasını, sirrini duymağı bacarmalıdır. Bu doğru fikirdir. Şairə görə insan musiqinin təsiri ilə qəm dəryasına qərq olmalı və beləcə dünyanı dərk etməlidir. Qəm dəryasına qərq olmalıdır, bu yanlış fikirdir. Bu məzmununa aid olan 1 doğruydu. 3 formasına aid yanlış fikir. Şeir şəkli Müşfiqin həyat sevgisi şeiri ilə eynidir. Şeir şəkli Gürc qıl müxəmməs olduğu üçün 5-lik şəklindədir. Mikayıl Müşfiqin həyat sevgisi şeiri isə 4-lük şəklindədir. Bizdən yanlışı soruşur. Ona görə bunu götürürük. Rəməl bəhrində yazılmışdır. Rəməl bəhrində yazılan Gürc qıl Rəməl bəhrində yazılıb doğru fikirdir. Doğru fikir olduğu üçün götürmürük. 1, 3 doğru cavabımız D variantı. 62-ci sual. İlyas Əfəndiyevin Xurşudbanu Natəvan əsərinə aid verilən cədvəldə uyğunluğu müəyyən edin. Bizdən uyğunluğu soruşur. Səbəb, nəticə. 1. Öz həmvətənləri satqınlıq edir. Nəticədə Seyid Hüseyin və fədai yoldaşları öz yurtlarından qaçaq düşürlər. Bu doğrudur. 2. Xurşudbanu Arazdan mil düzünə arx çəkdirmək istəyir. Nəticədə öz qan qohumu, yəni əmisi oğlu Xurşudbanuya düşmən kəsilir. Bu da doğru fikirdir. 3. Şahzadə Xurşudbanunu sevir. Şahzadə Xurşudbanunu sevmirdi. Sadəcə ondan öz məqsədləri üçün evlənmək istəyirdi. Bu yanlış fikirdir. 4. Seyid Hüseyin Şahzadənin ölümündə əli olur. Şahzadənin ölümündə Seyid Hüseynin əli yox idi. Bu da yanlış fikirdir. Knyaz Xasay milli kimliyini dərk edir və nəticədə Xurşudbanu ilə Knyaz Xasay ayrılır. Bu doğru fikirdir. 6. Canişin siyasi olaraq Azərbaycanın maraqlarını güdür. Canişin Azərbaycanın maraqlarını güdmür. Çar hakimiyyətinin eləcə də öz maraqlarını güdür. Yəni 6 yanlışdır. Doğru cavabımız 1, 2, 5 B variantı. 63-cü sual. Nümunə ilə bağlı yanlış fikri göstərin. Bura göndərin yazıb, bu göstərin olmalı idi. Sahil boyu yanır kəndin işıqları. Tala-tala kölgə salır suya çınar. Əyildikcə göy budaqlar suya sarı, elə bil ki, salam verir çaya çınar. Peyzaj lirikasına aid. Peyzaj lirikası bilirsiniz ki, təbiətin təsvirindən hər hansı bir nümunədir. Təbiətin təsviri sanki sözlə çəkilmiş bir portretdir. Doğrudur, bizdən yanlışı soruşur. İnsana məxsus hərəkətin cansız varlığın üzərinə köçürülməsi yolu ilə bəndin bədii təsir gücü artırılmışdır. Köçürülmə metafordur. Deyir ki, elə bil ki, salam verir çaya çınar. Çınar çaya salam verir. Bu doğrudur. C. Epitet və metonimiyadan istifadə edilmişdir. Burada epitet yoxdur. Metonimiya da yoxdur. Epitet olmadığı üçün C variantı yanlışı soruşurdu. Misralar çarpaz qafiyələnmişdir. Misralara baxaq. İşıqları sarı. İşıqları sarı bir qafiyələnib. Çaya. Suya və çaya da bir qafiyələnib. 1 ilə 3, 2 ilə 4 qafiyələnib. Ona görə buna çarpaz qafiyə deyilir. Təsvir və tərənnümdən istifadə olunub. Lirik növ olduğu üçün təsvir və tərənnümdən bəli istifadə olunub. Yenə doğru variantdır. 63-də doğru cavabımız C variantı. 64-cü sual. Lirik növün janrları ilə bağlı yanlış fikri seçin. Qəzəl şeir vahidi beytdir. Bu doğru fikirdir. Povest nəsrlə yazılır. Bu da doğru fikirdir. Qəsidə qafiyə quruluşu qəzəllə eynidir. Bəli, ilk beyti AA, digər beytləri isə B, A, C, A və s. şəklində qafiyələnir. Bayatı qafiyə sistemi tuyuqla eyni, vəzni tuyuqdan fərqlidir. Bayatının qafiyə quruluşu AA, B, A-dır. Eyni ilə tuyuqda da belədir. Vəzni də tuyuqdan fərqlidir. Bayatı heca vəznindədir, tuyuq əruz vəznindədir. Doğru fikirdir. Mürəbbi 4 misradan ibarət bir bəndlik şeiri. Bir bəndlik deyil. Mürəbbi 4 misradan ibarətdir, yəni dörtlük şəklindədir, amma bir bəndlik şeir janrı deyil.
yanlış olduğu üçün bizdən də yanlışı soruşur. 64-də doğru cavabımız Y variantı. 65-ci sual. Nizami Gəncəvinin Sultan Səncər və Qarı əsərinə əsasən klasteri tamamlayan fikirləri müəyyənləşdirin. Qarı Sultan Səncərin qarşısını kəsərək məruz qaldığı haqsızlığı dilə gətirir. 1. Darğadan heyf alacağına söz vermir. Bu yanlış fikirdir. Hökmdarın mənfi cəhətlərini üzünə deyir. Bəli, cəsarətlidir. Mənfi cəhətlərini üzünə deyir. Ədəbi qəhrəmanı olduğu əsər süjet xəttinə malikdir. Bəli, epik növə aiddir. Mənzum hekayədir. Mənzum hekayədə də süjet xətti var. 3 doğrudur. Lirik əsərin qəhrəmanıdır. Dedim ki, epik əsərdir. Lirik əsər deyil. Mənzum hekayədir. Haqsızlığa uğradığında laqeyd dayanır. Laqeyd dayanmır. Cəsarətli hərəkət edir. Hökmdara öz sözünü deyir. Deməli, 65-də doğru cavabımız 2-3 A variantı. 66-cı sual. Qədim dövr Azərbaycan ədəbiyyatı ilə bağlı doğru fikirləri müəyyən edin. Doğru fikirləri. Bu dövrdə yalnız beyt formasında əsərlər yazılırdı. Bu yanlış fikirdir. Nəyə görə? Çünki həmin dövrdə, qədim dövrdə rübai də yazılırdı. Rübailər də beyt şəklində deyil, bəndlər şəklindədir. Əruz vəzni ilə yanaşı sərbət şeir qədim dövrdə yox idi. Yanlış fikirdir. Ədəbiyyatımızda poemanın ilk nümunəsi yazılır. Bu doğru fikirdir. Xaqani Şirvaninin Töhfətül Rəqaim poeması yazılmışdı həmin dövrdə. İctimai fəlsəfi məzmunlu rübailər yazılırdı. Bu da Məşədi Gəncəvinin rübailəri buna aiddir. Doğru fikirdir. İlk divan bu dövrə aiddir. Qəfran Təbrizinin divanı. Bəli, bu da doğru fikirdir. 66-da doğru cavabımız 3, 4, 5 D variantı. 67-ci sual. Koroğlu ilə Bolu bəy qolundakı hadisələrin düzgün ardıcıllığını müəyyən edin. Birinci, Bolu bəy Mehdər Murtuzun səhəri gözləmələri fikrini bəyənməsi. Birinci bu gəlir. Sonra Xodkarın oğlu Burcu Sultanın adının çəkilməsi. Bu ikinci gəlir. 5, sonra 3. Koroğlunun Qəcər halını öldürməsi. 1. İsabalının Ərzincana gəlməsi. 2. İsabalının Mehdər Murtuzu tanıması. 4. 5, 3, 1, 2, 4. Doğru cavabımız A variantı. 68-ci sual. Süleyman Sani Axundovun Nurəddin hekayəsindəki obrazlarla bağlı doğru fikirləri müəyyən edin. Nurəddin Cənnətəlinin Baharın yaxşılığını unutmur. Bu doğru fikirdir. Nurəddin pisliklə cavab verməyi bacaran obrazdır. Xeyr, bu tamamilə yanlış fikirdir. Rəhim əsərin sonunda onun dilinə atılar sözü verilir. Bu doğrudur. Yaxşılığa yaxşılıq hər kişinin işidir. Belə bir atılar sözü verilmişdir. 4. Rəhim Hacı Nəsirin etdiyi yaxşılığı unudur, unutmur. Gülpəri atasının təkidi ilə Əmraslanla evlənir. Atası heç qətiyyən razı deyildi. Gülpəri əlinə var dövlət keçsə də bu onu xoşbəxt etmir. Bu doğru fikirdir. 68-də bizdən doğruları soruşduğu üçün 1, 3, 6. Bu da B variantına uyğun gəlir. 68-də doğru cavab B. 69-cu sual. Nöqtələrin yerinə yazıla biləcək sözü və ona uyğun nümunəni müəyyən edin. Yunan sözü olub köçürmək mənasını ifadə edir. Köçürmək metafordur. Ədəbiyyatşünaslıqda bu anlayış istiarə sözü ilə də ifadə olunur. Bu metafora aiddir. Yəni metafor olmayanları biz buradan çıxardaq. Zambaqlar ağzını piyalə tək açmışdı. Bu təşbihdir. Metafor yazılsa da qarşısındakı nümunə təşbihə aiddir. Metafor sular laldır. Bəli, bu doğrudur. Burada bənzəyən su bənzəyəndir. Laldır bənzətmə əlamətidir. Bənzəyən, bənzədilən, bənzətmə qoşması, bənzətmə əlaməti. Bənzəyənlə bənzətmə əlaməti verilib. Ona görə də sular laldır. Sular belə açıq şəkildə belə ola bilərdi. Sular insan kimi laldır. Ona görə bu metafordur. 69-da doğru cavabımız C variantı. 70-ci sual. Hüseyn Cavidin ana mənzum pyesi ilə bağlı doğru fikri müəyyən edin. A.
Səlma ana son beşiyi olan, Qampoladın ananın son beşiyi olması fikri, belə bir şey yox idi əsərdə. İsmət Orxanın ona qarşı olan duyğularını Səlimdən gizlədir. Səlimdən gizlətmir. Səlim təkid edir, ona görə İsmət onu deyir. Səlim son nəfəsində intiqamın alınmasına vəsiyyət edir. Səlimin son nəfəsində yox, Qampolad son nəfəsində Qampolad öldürülür, amma o da intiqamın alınmasını vəsiyyət etmir. Yanlış fikirdir. Murad əməlindən peşman olur. Bəli, Murad etdiyi əməldən peşman olur. Bu doğru fikirdir. Əsər İsmətin monoloqu ilə bitir. Bu da yanlış fikirdir. 70-də doğru cavabımız D. 71-ci sual. Müqayisə cədvəlinə əsasən kitab Dədə Qorqud eposu ilə bağlı uyğun olmayan fikirləri müəyyən edin. Uyğun olmayan, yəni yanlış fikirləri seçəcəyik. Qazan bəyin oğlu Uruz bəyin usta olduğu boy. 1. Qazan bəyin qardaşı kafirin bayrağını qılınclayıb yerə salır. Bu hadisə Qazanın evinin yağmalanması boyunda olur. Yanlış olduğu üçün bunu götürürük. Biri. Döyüş zamanı Qazan öz arvadını tanıya bilmir. Bəli, bu həmin boydadır. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boydadır. Doğru olduğu üçün götürmürük. Gecə yatarkən Qaraca çoban yuxuda qara qayğılı əhvalat görür. Bu 3-ə aiddir. Bəli, Salır Qazanın evinin yağmalandığı boya aiddir. Doğru fikirdir. Doğru olduğu üçün götürmürük. Bizə çünki uyğunsuzluq lazımdır. Qaraca çoban yuxusunu qardaşına danışır. Qaraca çoban danışmır. Bu əsərdə, bu boyda həm Salur Qazan, həm də Qaraca çoban yuxu görür. Amma Qazan xan qardaşı Qaragünün yuxusunu danışır, amma Qaraca çoban yuxusunu danışmır. Yanlış olduğu üçün götürürük. 71-də 1, 4. Doğru cavab A variantı. 72-ci sual. Hansı əsərdə insanın təbiətə qənim kəsilməməlidir fikri öz əksini tapıb? Gün var əsrə bərabər, burada manqurtluq, yaddaşçılıq var idi. Yanlışdır. Vətəndaş əsərində də təbiət məsələsi yoxdur. Zəhərdə bəli var. Zəhər əsərində insan təbiətə qənim kəsilməməlidir fikri öz əksini tapıb. Vətəndə də yoxdur. Əqrəb və Çanlı bağ əsərində də belə bir fikir yoxdur. 73-cü sual. Həyatı əks etdirmə üsuluna görə eyni olan, lakin şeir rivayəti fərqlənən nümunələri müəyyən edin. Yaralı bir uşağın dastanı mənzum hekayədir, epik növdədir. Hayk yoxdur, lirik növdədir. Sultan Səncər və Qarı epik növdədir, mənzum hekayədir. O da Türkün dili lirik növdədir, açıq kitab epik növdədir. Gəlin baxaq, deyir ki, əks etdirmə üsuluna görə eyni şeir vahidi fərqli. Yaralı bir uşağın dastanı epik növdədir. Bu şeir vahidi ikilikdir. Hayk yoxdur, lirik növdədir, amma şeir vahidi dördlükdür. Sultan Səncər və Qarı dedik ki, epik növdədir. Mənzum hekayədir, ikilikdir. Türkün dili də bəndlər şəklindədir. Beytlər şəklindədir, ikilikdir. Açıq kitab romandır, burada şeir vahidi yoxdur. Nəsrlə yazılıb. İndi ona görə ona baxaq, uyğunlaşdıraq. Hayk yoxdur, dedik, lirik növdədir, dördlük şəklindədir. Bir də hər ikisində Türkün dilində də lirik növdədir, amma şeir vahidi fərqlidir. Deməli, həyatı əks etdirmə üsulu. Hayk yoxdur, Türkün dilində hər ikisi həyatı əks etdirmə üsulu lirik növdədir, eynidir. Amma şeir vahidləri hayk yoxdur, dördlük şəklindədir, Türkün dilində ikilik şəklindədir. Ona görə doğru cavab 2 ilə 4. Yəni D variantı. İsmail Şıxlının Dəli Kür əsəri ilə bağlı yanlış fikri müəyyən edin. Şamxalın Güləsəri qaçırması xəbəri Cahandar ağanın dərindən sancısıdır. Bəli, bu doğru fikirdir. Bizdən yanlışı soruşur. Cahandar ağa etdiyi səhvi aydın dərk edir. Bu da doğru fikirdir. Salatın atasının mələyi evə gətirməsi ilə razılaşa bilmir və qardaşı Əşrəfi intiqam almağa təhrik edir. Bu Salatına aid deyil, Salatının anasına aid olan fikirdir. Yanlış fikir olduğu üçün bunu götürürük. Əsərdəki kəndli obrazları halal zəhməti sevən insanlardır. Doğru fikirdir. Düşməni ilə üz-üzə gəlməkdən çəkinən obraz iştirak edir. Bu Allahyar obrazıdır. Doğru fikir olduğu üçün götürmürük. 74-də doğru cavabımız C variantı. 75-ci sual. Müzəffərullah Xanzadənin Aldanmış Kəvakib əsərində Yusif Şahın gördüyü işlərdən deyil. Vilayət hakimlərinin xalqa yaxşı davranmalar üçün xəbərdarlıq edir. Bu doğru fikirdir.
İşlərdən deyil. Deyili soruşur. Məhkəmə işlərinin icrasını ruhanilərə həvalə edir. Hə, məhkəmə işlərinin icrasını ruhanilərə həvalə etmir. Bu yanlış fikirdir. Bəzi vergiləri ləğv edir. Əsərdə də var. Qümüs İmammalı. Ölkədə abadlıq işləri aparır. Bəli, körpülər, xəstəxanalar, məktəblər, belə işlər var idi. Layiq olmayan məmurları işdən azad edir. Bəli, onları Ərk qalasında zindana salır. 75-də doğru cavabımız B variantı. 76-cı sual. Füzulinin Məni candan usandırdı qəzəli ilə bağlı yanlış fikirləri müəyyən edin. Lirik qəhrəman məşuqənin cəfasından usansa da tutduğu yoldan dönmür. Bu doğru fikirdir. Yanlışı soruşur. Əsərdə bəhs edilən məhəbbət həm real, həm də ilahi məzmun daşıyır. Bəli, bu da doğru fikirdir. Qam o bimarinə canan dəva edərdilər ehsan beytində olan fikirdir. Şeir şəkli Güş qıl əsərinin şeir şəkli ilə eyni deyil. Şeir Güş qıl müxəmməsdir. Beşlik şəklindədir. Məni candan usandırdı. İkilik şəklindədir. Doğru fikirdir. Şeirdə rədifdən istifadə edilmişdir. Rədif yoxdur burada. Yanlış olduğu üçün götürürük. Aid olduğu ədəbi növdə təhkiyə yox, tərənnüm aparıcıdır. Lirik əsərlərdə tərənnüm aparıcı olur. Təhkiyə epik növə aid olan xüsusiyyətdir. 5 də yanlış olduğu üçün 5-i götürürük. Doğru cavabımız 76-da 4 və 5. D variantı. (77-ci sual). Aşağıda verilən bəndlə bağlı doğru fikri müəyyən edin. Yaman acıq gəldi bu nifrət ona, tankların altında əzdi milləti. Sığdıra bilmədi dağ qüruruna, təpə önündəki məğlubiyyəti. Bəxtiyar Vahabzadənin Şəhidlər poemasından bir parçadır. Şəhidlər yox, İstiqlal poemasından bir parçadır. Yanlış, doğru, yanlış fikirdir. Amma biz doğrunu axtarırıq. Tam qafiyədən istifadə edilməmişdir. Bunu saxlayaq, ona sonra baxacağıq. C. Misradaxili bölgüsü bütöv söz prinsipinə əsaslanmır. Bütöv söz prinsipinə əsaslanır. Nəyə görə? Çünki heca vəznindədir. Bənddə bədii ifadə vasitəsi olan təzad vardır. Sığdıra bilmədi dağ qüruruna, təpə önündəki dağ qüruruna, təpə önündəki məğlubiyyəti. Burada bədii təzad var. Doğru. Bəndə bədii ifadə vasitəsi olaraq təzad vardı. Bəli. Təzad vardı. D variantı. Dağ qürur təşbih deyil, epitetdir. B-yə baxaq, tam qafiyədən istifadə edilməmişdir. Bu yanlış fikirdir. Nəyə görə? Buna baxaq, qafiyəsinə baxaq. Ona, qüruruna. Ona, qüruruna. Bu ikisi bir qafiyələnib. Milləti, niyyəti bu ikisi bir qafiyələnib. Ona, burada bu yoxsul qafiyədir. Amma milləti, niyyəti, əti. Burada ikisi iki saitlə olduğuna görə iki sait uyğun gəldiyi üçün bu tam qafiyədir. Amma burada deyil, tam qafiyədən istifadə edilməmişdir, amma edilmişdir. Bu da yanlış fikirdir. 77-də doğru cavabımız D variantı. (78-ci sual). Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü. İlk dəfə mətbuat orqanı tənqidi realizm və romantizm dövrü bu 1890-cı ildən 1920-ci illər olan dövrü əhatə edir. Həmin dövrə baxacağıq. İlk dəfə mətbuat orqanı ədəbi məktəb yaradır. Bu doğru fikirdir. Məsələn, 1906-cı ildə Molla Nəsrəddin ədəbi məktəb yaratmışdı. Tragikomediyanın ilk nümunələri yaranır. Anamın kitabı əsəri ilə. Bir doğrudur. Dastan yaradıcılığının qızıl dövrüdür. Bu, ondan əvvəlki dövrə aiddir. Yanlış fikirdir. Dramaturgiyamızda ilk maarifçi qadın obrazı yaradılır. Bu, Müsibət Fəxrəddin əsərində Səadət xanım obrazıdır. Doğru fikirdir. Fəlsəfə qəzəlinin əsası qoyulur. Fəlsəfə qəzəlinin əsası orta dövrdə qoyulmuşdur. Bu, yanlış fikirdir. 1 ilə 3. Doğru cavabımız Y variantı. 79-cu sual. Nəcəf bəy Vəzirovun Müsibət Fəxrəddin əsərində Səadət obrazı ilə bağlı yanlış fikri müəyyən edin. 1. Fəxrəddinlə həmfikirdir. Bu doğru fikirdir. Rüstəm bəyin Fəxrəddinin evinə od vurub gülləbaran etmək planını atasından eşidir. Bunu atasından eşitmir, Gülbahardan eşidir. Rüstəm bəyin o fikrini Gülbahar eşidir, Gülbahar da Səadət xanıma deyir. Bu yanlış fikirdir. Yanlış olduğu üçün götürürük. 3. Mahmud bəyin Gülbahar xanım olan məhəbbətini dəyərləndirmir, dəyərləndirir. Dəyərləndirmir yox, dəyərləndirir. Yanlış fikirdir.
Təmkinli və tədbirlidir. Doğru fikirdir. Fəxrəddin son nəfəsini verərkən onun yanında olur. Bu da doğru fikirdir. 79-da doğru cavabımız 2, 3, B variantı. 80-ci sual. Əhməd Cavadın Səsli qız əsəri ilə bağlı yanlış fikri seçin. A variantı. Əsərdə lirik parçadan istifadə edilmişdir. Bu doğru fikirdir. Saran dilinə lirik parçalar verilir. Məğlub şah ölkədən qaçaraq canını qurtarır. Məğlub şah ölkədən qaçmamışdı. O oradaydı. Hadisələri də görürdü. Yanlış fikirdir. Yerdə qalanlar təbii ki, yanlış olacaq. Əsərin qəhrəmanı Sara öz xalqının mübarizəyə qalxmasına təkan verir. Nə zaman? Qalib şahı zəhərləyib öldürür. Ondan sonra xalq mübarizəyə qalxır. Doğru fikirdir. Qalib hökmdar əsərdə az görünsə də qanlı əməlləri onun haqqında ətraflı məlumat yaradır. Bəli. Epik təsvirlərə geniş yer verilən əsərdə proloqa da rast gəlinir. Bu da doğru fikirdir. 80-ci sualda doğru cavabımız B variantı. 81. Mircəlalın Vətən Yaraları əsəri ilə bağlı doğru fikirləri müəyyən edin. A variantı. Komandir sirrini Lətifə deyir. Lətifə yox, Nəsrəddinə deyir. Bu yanlış fikirdir. Hekayədə müharibənin insan psixologiyasına təsiri, insanların əskərə münasibəti öz əksini tapmışdır. Bu doğru fikirdir. Əsər povest janrında yazılmışdır, hekayə janrındadır. Əsər 1-ci Dünya müharibəsində deyil, 2-ci Dünya müharibəsi ilə bəhs edir. Yanlış fikirdir. Nəsrəddin cəbhə yoldaşlarına xahiş edir ki, onun şəklini anasına çatdırsın. Bu da yanlış fikirdir. 81-də doğru cavabımız B variantı. 82-ci sual. Asadın Təpəgözü öldürdüyü boyun məzmun ardıcıllığına əsasən sxemi hansı fikirlə tamamlamaq olmaz? Hardan başlayır hadisələr? Oğuzlar Dədə Qorqudu Təpəgözün yanına göndərirlər. Sonuncu hadisə Təpəgöz Basata onunla süd qardaşı olduğunu deyir və bağışlanmasını istəyir. Deməli, bu hadisədən sonra olan və yaxud əvvəl olan bir hadisəni götürməliyik ki, bu iki hadisənin arasına yazıla bilməsin. A variantı. Basat qardaşının öldürüldüyünü öyrənir. Bu yerləşdirilə bilər ora. Uyğun deyil. B variantı. Aruz və Qazan xan Basatın Salaxana qayasına getməsinə mane olmaq istəyir. Bu da həmin iki hadisənin arasında olan hadisə idi. Basat Salaxana qayasına gəlir. Bu da həmin yerə uyğun gəlir. Basat Təpəgözü kör edir. Aruz qocanın evinə çapar gəlir. Aruz qocanın evinə çapar gəlməyi bu Basatın Təpəgözü öldürəndən sonraki hadisədir. Ona görə bu uyğun gəlmir ondan sonraki hadisəyə. B variantı. Aruz qocanın evinə çapar gəlir və Təpəgözün öldürülməsi xəbərini ona çatdırır. 82-də doğru cavabımız Y variantı. 83-cü sual. Cəfər Cabbarlının Oqtay Eloğlu əsəri ilə bağlı yanlış fikirləri seçin. Yanlış. Oqtay xalqı üçün teatr yaradarkən mənfəət güdmür. Bu doğru fikirdir. Nadia və Firəngiz teatra ilk dəfə qaçaqları izləməyə gəlirlər. Bu da əsərdə var idi. Doğru fikirdir. Biz yanlış axtaracağıq. 3. Firəngiz obrazı yaşadığı mühitin qurbanı olur. Bəli, bu da doğru fikirdir. Mazandaranski Oqtayın üzüyünü İvanovskiyə verir. Bu yanlış fikirdir. Burada Oqtay üzüyünü verir Şaqquluya. Şaqqulu da deyir ki, mən çata bilmədim. Dursuna verir ki, aparıb qaçıb onu tapsın və versin, İvanovskini tapsın və versin ona. Bu yanlış fikirdir. 5-ə baxırıq. Məktub yiyəsi Hürriyyət nisvançı bir adamın bacısıdır. Fikrini Aslan bəy səsləndirir. Aslan bəy deyil, bunu Oqtay Aslan bəyə deyir. Yanlış fikirdir. Oqtay və Səmədin hər zaman fikirləri üst-üstə düşür. Yox, düşmür. 4, 5, 6. 83-cü sualda. 84-cü sual. Qasım bəy Zakirin Donala qoşmasının forma xüsusiyyətlərinə görə aid olanları müəyyən edin. Qürbət sıxıntısı təsirli bədii dillə əks olunmuşdur. Bu məzmun xüsusiyyətinə aiddir. Bu yanlışdır, yəni forma deyil. Məhəbbət motivinə də yer verilmişdir. Bu da məzmuna aiddir. Nümunədə təşbihdən istifadə edilmişdir. Bəli, bu forma xüsusiyyətinə aiddir. Təsir ifadə vasitələri. Bölgü bütöv söz prinsipinə əsaslanır. Bu da doğrudur. Nəyə görə? Forma xüsusiyyətidir. Çünki heca vəznindədir. Qafiyə sistemi gəraylınkı ilə eynidir. Bəli, bilirsiniz ki, qoşma ilə gəraylının qafiyə sistemi eynidir. Birinci bənd A, B, C, B şəklində, yerdə qalan 3-ü 1, biri də sonuncu 4-cü misradakı qafiyəsi də
birinci misranın ikinci və dördüncü misraları ilə eynidir. 84-də doğru cavabımız 3, 4, 5. 86-cı sual. Hüseyn Cavidin İblis əsəri ilə bağlı doğru fikirləri seçin. İnsanların mənəvi tənəzzülü İblisi sevindirir. Bəli. Mənəvi tənəzzül əlbəttə ki, insanların mənfi xüsusiyyətləri İblisi sevindirir. Bir doğrudur. Vasif öz vəzifə borcuna sadiq qalan vətənpərvər bir obrazdır. Vətənpərvər obrazdır. Rəana İbn Yəminin cinayətlərlə bağlı kağızları Vasifə yox, Arifə verir. 3 yanlışdır. Əsər İblisi monoloqu ilə başlayır. 4 doğrudur. Arif obrazı əsər boyu inkişafda verilir. Bu yanlışdır. 85-də doğru cavab 1, 2 və 4. 86-cı sual. Cəlil Məmmədquluzadənin Anamın kitabı əsəri ilə bağlı doğru olanları seçin. İl hesabı məsələsi barədə Hüseyn Şahid dərslə bağlı danışır, il hesabı ilə bağlı danışmır. Yanlışdır. Senzor qardaşların evində axtarış apararaq bu nəticəyə gəlir ki, onlar Rusiya hökuməti üçün təhlükəli insanlardır. Yox, təhlükəli insanlar deyil. Yanlışdır. Mirzə Məhəmmədəli qatı mühafizəkarlığı və kobudluğu ilə seçilir. Bu əsərdə var, təhlilində də var. Əsərdəki hadisələr ən yüksək nöqtəyə, kulminasiya nöqtəsinə 3-cü məclisdə çatır. Bəli, artıq qardaşlar gəlir, senzor gəlir, artıq məlum olur ki, onlar xalq üçün heç bir ziyanı yoxdur. Yəni, dövlət üçün heç bir ziyanı yoxdur. 4 düzdür. Gülbahar anasının öz əli ilə yazdığı vəsiyyəti, Gülbaharın anası yazmayıb ananın vəsiyyəti. Gülbaharın atası yazıb. Sadəcə anası onu qoruyub, saxlayır və övladlarını oxumaq istəyir. Bu, anasının öz əli ilə yazdığına görə bu yanlışdır. 86-da doğru cavabımız 3 və 4. 87-ci sual. Çingiz Aytmatovun Gün var əsrə bərabər romanı ilə bağlı uyğunluğu müəyyən edin. Yedigey, Sabitcan və Tanskbayev. A. Milli mənlik şuurundan məhrum olanlara qəzəb və nifrətlə etiraz edir. Bu, Yedigeyə aid olan xüsusiyyətdir. Onun fikrincə, ölmüş insanın harada dəfn olunmağının heç bir fərqi yoxdur. Bu, Sabitcanın aid olan fikirdir. Bu da atası haqqında deyir onu. Keşik rəisi işləyir, Tanskbayev. Qazankapın ölümündən ilk o xəbər tutur. Qazankapın ölümündən birinci Yedigeyin arvadı Kubala xəbər tutur. Sabitcanı manqurt adlandırır. Bu da Yedigeyə aiddir. Yedigey Sabitcanı istəyir ki, ona məsləhət alsın, ona söz desin Anabeyt haqqında, amma görür ki, o başa düşmür, ona görə onu manqurt adlandırır. 1-ə A, Y, 2-yə B, 3-ə C. 87-də. 88-ci sual mətnlə bağlıdır. Mətni oxumusunuz, imtahana gedənlər oxuyub, imtahana getməyənlər də, yeni işləyənlər də bunu oxuya bilər. Oxuyub sonra suallara baxa bilər. 88-ci sual. Kursivlə verilmiş cümlə əsasında cədvəli doldurun. Kursivlə verilmiş cümlə adamların qaya kimi sərt təşbih, bulud kimi tutqun təşbih, simasından kədər, qayğı, intizar, qəzəb yağırdı. Adamların simasından qəzəbin yağmağı da, bu da simadan qəzəbin yağmağı da, bu da yağır. Bu da metafordur. Cümlədə işlənən bədii təsir vasitəsi. Buraya yaza bilərik təşbih, bir də metafor. Cümlədən həmin bədii təsir vasitəsinin işləndiyi nümunə. Buraya yaza bilərik qaya kimi sərt. Və yaxud yaza bilərsiniz bulud kimi tutqun. Bulud kimi tutqun. Aşağıya da metafora da yaza bilərsiniz. Simasından, insanların üzündən qəzəb yağırdı. Simasından, qısa yazıram, sözünüz yazarsınız. Qəzəb yağırdı. Səsin 9-cu sual. Mətnin yazılı ədəbiyyat nümunəsi olduğunu əsaslandıran fikir yazın. Mətn bilirsiniz ki, yazılı ədəbiyyat nümunəsidir, çünki elə aşağıda da onun müəllifi verilib. Mir Cəlalın Əryağacı əsərindəndir. Bunu necə əsaslandıra bilərik?
Buraya yaza bilərik ki, konkret bir müəllifin qələmindən çıxır. Siz açıq şəkildə yazın, mən qısa yazacağım bura. Konkret bir müəllifin qələmindən çıxır. Mən yazıram, müəllifi məlumdur. Müəllifi var ilə yazıram. Siz amma mən dediyim kimi yazarsınız. Və yazılı formada təqdim olunub, təbii ki. Və yaxud yazılı ədəbiyyata xas olan planlı quruluşa malikdir. Və yaxud yaza bilərsiniz ki, yazılı ədəbiyyata xas olan planlı quruluşa malikdir. Qısa yazacağım yenə. Başqa nə yaza bilərik? Dedik ki, yazılı formada təqdim olunub. Doxsanıncı sual. Mətnə əsasən cədvəldəki boşluqları doldurun. Müdirin xarakteri, bir də fikrinizi əsaslandırın. Deməli, 2 fikir yazmalıyıq. Biri yaza bilərik, maarifpərvərdir. Aşağı yazım. Fikrin əsaslandırılması. Çünki deyir ki, vətən balaları oxumalıdır. Yuxarıda var, deyir ki, vətən balaları oxumalıdır. Belə fikri var idi. Oxumaq üçün məktəb. Mətnə baxaq burada. Bəli, gecə gündüz çalışıblar. Onlar məktəb balaları oxumalıdır. Bəli. Yenə qısa yazacağım. Siz açıq şəkildə yaza bilərsiniz. İkiyə nə yaza bilərik yenə xarakterinə? Zəhmətkeşdir yaza bilərik. Əsaslandırılması nəyə görə? Çünki deyir ki, burada var ki, deyir gecə gündüz bu maarif ocaqlarını neçə illər boyu zəhmətlə tikib düzəltmişik. Həmin fikri yaza bilərsiniz bura, bu hissəyə. Maarif ocağını neçə illər zəhmətlə tikib düzəltmişik. Belə dəyərli dostlar, bu da bugünkü mövzumuzun izahı idi. Diqqətiniz üçün təşəkkürlər.